Əziz izləyicilərim, sizə zövqlü bir mənzil təqdim edirəm. Bu mənzilin təmirində dizayner öz biliyini, savadını nümayiş elətdirib. Detalları sizə göstərəcəm, göydə tutacaqsınız. İndi mən sizə bina haqqında qısa bir məlumat veririm. Bu binada ölçülər içə hesablanır. Yəni 170 kvadrat olub 140 kvadrat yazılmır sənəddə. 160 kvadrat bunun ölçüsüdür. Təmir 170 kvadrat opşa ölçüsüdür, yəni ümumi. Eyvanı var, bura mətbəxdir, gözəl bir mətbəx yığılıb mebellərlə, isti döşəmədir. Mən sizə koridora dəvət edeyim, bura baxdıqsa, koridordan sonra otaqların bölgüsünə sizi dəvət edəcəm. Bu arada onu da sizə deyim ki, blokda cəmi 4 dənə mənzil var. Binanın özünün 2 dənə yeraltı parkovka, yəni qarajı var. İstəsəniz ala bilərsiniz, istəsəniz kirayədə götürə bilərsiniz. Bura Xətayidə yerləşir bu bina. Düz Xətayi metrosunun yaxınlığında yeni nəsil, yeni inşa olunmuş binadır. Premium bir bina sayılır. İndi mən sizi zala dəvət edeyim. Bu geniş bir zal otağına gəlin birlikdə tamaşa edək. Burada dizaynerlə mənzilin sahibi bir yerdə düşünərək plan üzrə təmir zamanı divarları çıxarıblar, dağıdıblar da. Yeni bir evi yeni tikiblər. Həyət evi kimi düşünün. Nəticədə qonşularda zalın ölçüsü bu qədər deyil. Amma bu mənzildə kifayət qədər geniş bir zaldır. Üstə gəlinsin, bura divan, kreslo, stol, Türkiyədən sifariş olunub. Tezliklə burada onu müştəri görə biləcək. Yerə vurulan paraket növü, rəng tonu çox gözəldir. Maraqlı bir rəngi var. Burada TV studentin yeridir. Sifariş olunubdur. Elektron kamin. Kamin yoxsa kamindir. Onu da şəhərlərdə yazarsınız. Həmin o kamin deyək ki, burada olacaq. O da sifarişlədir. Auxsun kondisioneridir, ekonom, az işıq pulu, qənaətçi rejimli işləyən. Bura ümumi zövqlü sanitar qovşağıdır. Santexnik hamısı Türk malıdır. Deməli, bura ilə qutardıq. Nəzərinizə çatdıran proyekti. Artıq bu hissədən, arxa kadrda gördüyünüz hissədən yavaş-yavaş gəlin. Mən sizə otaq bölgüsünü göstərəcəm. Necə maraqlıdır? Zal, mətbəx, ümumi sanitar qovşağı və yataq otaqları. Bu birinci yataq otağı. Mənə də maraqlıdır, görüm siz bəyənirsiniz bu mənzilində olan aboyları yoxsa yox. Yenə də parke sözünü deyir. Qəşəng bir burada aboylar və burada geyim üçün, şkaf üçün nəzərdə tutulmuş bir dolab. Qapı bağlandı, oldu qutu kimi. Növbəti içində olan, yəni hamam otağını sizə operator göstərsin. Burada da eynən Türk malı, divar içi santexniklər filan, avadanlıqlar, havalandırması. Gəldik, çatdıq. Yenə bir növbəti zövqlü yataq otağına. Burada da eyni paltar üçün nəzərdə tutulub 65 santı yer. Bağla olsun şkaf. Və gəldik, çatdıq sonda mənzilin gələcəkdə olan sahibinin yataq otağı, dəyərli izləyicilər. Ya da o da ola bilər. Baxarsınız, kim əlini sərf eləyir? Bu da gözəl bir otaqdır. Ondan biraz balacadır. Bax, burada da yatağın yeri, paltar şkafının yeri. Bax, belə. 530 min manat. Yoxdursa Allah var eləsin. Varsa, gəlin biraz endirim eləməyə hazırıq, razıyıq, kömək eləyəcəm. Nömrəylə sadəcə əlaqə saxlayın, hörmətli izləyicilərim. Sağ olun, var olun.